Abşeron rayonu Masazır qəsəbəsindən Milli TV-yə müraciət edən Həsənova Fəride adlı şəxs bildirir ki, 6 ildən artıq gəlin köçüb yaşadığı və özünün də şəxsi vəsaiti ilə tikib təmir etdiyi mənzili keçmiş həyat yoldaşı və qayınları birləşərək onun əlindən almağa çalışırlar. Azyaşlı övladı ilə çarəsiz vəziyyətdə qalan ana onu da bildirir ki, hazırda onu çölə atmaq üçün keçmiş həyat yoldaşı və qayınları himayəsində olan azyaşlı körpəyə belə aman vermirlər. Həsənova Fəride. Baş verir. Qaynım bizi evdən çıxardır. Qardaşının məlumat borcu var 7500 manat. Deyirəm onu ödə, heç olmasa gedim uşağıma kira tutum, kirada sağlayım. 2019-cu ildə mən bura gəlin köçmüşəm. Bu ev mənim qaynanəmin adına idi. Qaynanəm rəhmətə gedəndən sonra yoldaşım getdi bir başqa qadının yanına. Mən ondan almet istədim. O da getdi vərəsətdən imtina etdi. Rəsmi ailə qurmusunuz? Adətən eləyin gəlmişəm, amma rəsmi kağızım yoxdur. Yoxdur, amma atalı hüququm verib. O da niyə kəsdirməmişəm? Vəsiqəmin vaxtı bitdi deyə kəsdirə bilmədim. Qaynanam öldü deyə qaldı belə. Ondan sonra başqa vərdişləri oldu. Bu evi də mən remont eləmişəm. Remontun özü. Mamamdan biz eləmişik. Neçə il sonra boşanmısınız? 2019, hardasa 2 ildir, 3 ildir, 2 ildir yoxdur. Amma ona qədər mən burada qalıram. Yəni bir yerdə yaşayırdı? Bəli, bir yerdə yaşayırdı. Baxın, bu cihizdən hamısı mənim. Nə oldu birdən-birə belə bir hadisə? Başqa qadına qurşandı. Qadın da qonşumuzdur, burada hərbiçidir. Onu qurşandı, getdi. Ondan sonra almet istədim mən, uşağıma baxmırdı da. O da vermədi, almet yığıldı. İndi şikayət eləmişəm. Evində sənəti yoxdur. Torpağın bələdiyyə fondu var. Kimin adınadır o? O qaynımın adınadır. O sizi hal-hazırda evdən O məni çıxardır evdən. Mən də deyirəm, yoldaşınız nə deyir bundan? yoldaşım da yoxdur, qaçıb gizlənib. Uşaq kimin soyadını? Atasının, Məmmədli, Neçə övladınız bir var? dənə qızım var. Bir övladınız. Bir qızım var. Rəsmi nikahınız yoxdur. Resmi nikahım yoxdur, amma atalı hüquqzadı, disk zat toyularımız hamısı var əlimdə. İkinci yoldaşının rəsmi nikahı var. Yox, onun ancaq belə gəzir. Neçə müddətdir ondan? 2 ildir ücü. 2 ildir ondan sizi tərk edib. Ücü axtarışdadır. Övladın gəlib görür. Yox. Aliment verir. Yox. Tək sosial yardımla uşağımı saxlayıram. Məni bir qəpiksiz çölə çıxardılar. Mən neyniyim? Mən kimin qapısına gedim? Vaxt da vermirlər. İcraçılar görsün nə qədər tökülüb bura. Bu vaxtda siz evdə kimin yaşamır? Qızımla özüm yaşayırdım. Mən qətnamənin hələm qanunu indi tanış olmuşam. İndi baxıram qətnaməyə. Mənim hüququm var ki, məhkəməyə verim, vaxt alım. Mən indi az yaş uşağımla hara gedim? Sizə vaxt vermirlər. Vermirlər. Bax, görürsünüz, deyirlər çıxın. Hara çıxım, hara gedim? Atam evindən gətirmişəm onu mən. Ata hüququ var. Ondan sonra toyumuz olub. Bir dənə zaksımız olub. O da vəsiqənin vaxtı bitdi. Ondan sonra qaynanam rəhmətə getdi. Övladınızın neçə yaşı var? 7 yaşı var. Yaranmış vəziyyətlə əlaqədar Fəridə Həsənovanın hazırda yaşadığı bu mənzildən çıxarılması üçün Abşeron rayon İcra Şöbəsinin əməkdaşları cavabdeh Fəridə Həsənovanın evdən çıxarılması üçün əraziyə yanğın söndürən təcili tibbi yardım və polis əməkdaşlarını da icra prosesində iştirakını təmin etmişdilər. Qızım, adın nədir sənin? Nicar. Neçə yaşın var? 7. Familiyan nədir? Məmmədli. Məmmədli. Atamın familiyasını daşıyırsan? Bəli. Atan gəlir? Xeyr. Hardadır sənin atan? Bilmirəm, amma buradadır. Harda burada? Yəni Azərbaycanda. Görürsən heç atanı? Xeyr. Əlaqə saxlayırmı səndən? Saxlayır. Zəng eləyir? Bəli. Nə deyir zəng edəndə? Sən gedəndə yəni deyir ki, niyə məni yıxmırsan, niyə qəribə suallar verirsən? Bəs gəlir görür səni? Xeyr. Gəlmir. İndi niyə ağlayırsan İndi sən? niyə ağlayırsan qızım? Niyə ağlayırsan? Çünki evdən çıxarırlar bizi, ona görə. Can, yaxşı olar inşallah. Kim çıxardır evdən sizi? Kim çıxardır evdən sizi? Atam gel. Atan gəl. Heç gəlir, sənin əmin gəlir səni görməyə. Xeyr. Təhmə Zəvaşən Tərlan qız. Bir xanım kimi Kimsiniz? Xanımın nəyisiniz? qonşusuyam, həm də rəfiqəsiyəm. Körpü uşağına hayan olmaq üçün gəlmişəm. Adnər, mən demirəm dövlətlə dövlətçilik eləyim. Qərarnadə ondan razıyam. Sadəcə mən onu tək qoyum, canına qəsd eləyərdən yanındayım ən azından. Bilmirəm, mən bir qadın kimi Daxil etmişsiniz. etmirəm. Sadəcə bir uşağı ağlayır və sakitcə bəli, ay sağ ol. Mən demirəm ki, Adnərdir, qərardan razı olmasın demirəm, olsun.
Amma elə necə tək qoyum? Əsəbdən əsir, ağlayır və insan püskündə yanında olar. Ben devletimden kömək istəyirəm. Abşor icraçılar evime hücum eləyib. Beni evimden çıxardırlar. Xahiş edirəm mənə kömək eləyin. Hanı qaynım çıxsın ortalığa da. Petrol maşına salıb aparacaq. Şeydi Deyhan, sevgilisinin evi bak buradır. Bak köylünün evi buradır. Buradır, köylünün evi buradır. Allah'tan korkursun. Başı çakmıra, başa düştün. Gidin benim almetimi ödettin. 7500 manat almet borcu var. Kanım aktarışları tutmayıplar. Yalan değiller. Kardeşi gelin bilir. Anı buradaydılar. Gördün. Dediler ki o həbs olmadı. Olmuyor. Yalan değil. Olsa Ağdam polisliğinde danışmışım ama değil hələm tapmamışım. Və yazıqdır. Kim çıxır, bir həftəyə çıxır, bir günə necə evin boşalsın? Bir insan kimi, bir qadın kimi, bir en azından öz evladımızı o uşağın yerinə qoyağım da. İnsanlıq ölüb. Demir ki çıxmıram, bir həftəyə çıxır da. Hər şey qanunumuzun əlindədir də. Bu da dövlətin uşağıdır da. Onun evladı deyil. 7 dənə diplomum varsa dövlətin başucalığıdır. Ana, Ceyhangil Namik buradaydı. Tecər də vaxt versən. Bu bir qanun. Siz Deyhan. Alo. Mən axtarışda Məmmədov Anar Muradoğlu var ya, axtarışda. Bəli, var. Onu yəni tutublar, tutmayıblar. Həbs olunub. Olunmayıb. Görürsünüz yalan danışırlar. Xahiş edirəm, nə olar buna kömək edin, tutsunlar da mənim almetimi ödətdirin. Evə xərc qoymuşam. Polum, patoloğum, hamamın içərisinin qapısı. Yaxşı, bu ev alınanda quru idi da, yəni yalnız daşdan. Daş idi, bəli. Bütün təmirinin xərcini siz çəkmisiniz. Mamam müəllimədi bankdan pul götürüb, kapital bankdan olmuyor. Verdi bizə, ceyiz əvəzi qaynanəmə verdi. Ki şeydir də, qaynanəm təklif elədi ki, bəs ceyiz əvəzi ver, qızı remont elə, yığaq içinə, mən ceyiz alıb verəcəm. Remont elədi, yenə ceyiz alıb vermədi. Yazıq mamam getdi optimaldan kreditə götürdü, cehizlərimi verdi. Hələ də indinin özündə də şey ödəyirik. Kredit ödəyirik. Kreditin də sənədləri burada var. Hər ay 40% mamamın kartından pul tuturlar kapital bankdan. Deyir cehizdə mənimdir, amma onun cehiz adı yoxdur. Yalandan deyir. Hər ay mamamın Siz bu kartından. evi təmirsiz almışsınız. Bəli, bu evi biz təmirsiz almışıq. Güldüğünü ne tutayım? Kombi sistemi de özü çəkdirmiş. yoxsa Baxın. Bu mamamın ödədiyi kreditlərdir. Hər ay ödəyir, hər ay. Kombi sistemini Kombi özü sistemi, çəkdirmiş. hamısı qızıllarımı qoymuşam banka, Buranın remontuna mən mən şahidim. Hamısı. Buranın remontuna mən şahidim. Çöl- Yemirdi, içmirdi, inan Allah, oranı remont edir. Başqa qonşularınız şahidlik edə bilir, sizə var bir də? Var. Deyir dükkanda Ruzi market var qonşum. O şahid tanıyır. Ondan sonra deyir bu tərəfdə qonşularım hamısı bilir. Hamısı. Gedim kimi deyim gör mənim haqqımda nələr deyəcəklər sizə. Heç mənim mabidamcı köməklərim. Ancaq içib gəlirdi. Uşağımın xətrinə göz yumurdum. Amma bu səfər qonşulara xəyanət eləmək mənə təsir elədi. Bütün bu evdə olan əşyalardır, hamısı sizə aiddir də? Mənimdir. Bizim Abşeronda məhkəməmiz var. Habi müəllim baxır pula görə. Mamam verdiyi pulu tələb edir. Deyir qardaş mənim qızımı çıxartmırsan, onda qoyduğun remontu pulumu ver. Mən də üstünü düzəldim, gedim qızıma ev alım. Düşdünüz. Aynı ikisinə saxlayıb Habil müəllim. O da niyə saxlayıb? Gədə bura qeydiyyatı deyil, Nəsimi qeydiyyatındadır. Əgər o sübut eləsə ki, mən Nəsimi qeydiyyatındayım, ora verməkdən ödür. Mən də bütün sübutlarımı vermişəm. Nəyi yığın? Hər şeyimi, çeklərimizi, hamısını vermişəm. Bunu söyle. İndi də mən də istəyirəm ki, mənim bura qoyulan pulumu versinlər. Bax çıxıram, gözünüzün qabağında gedirəm də. Versinlər də, biz azca uşağım var. Evdən çıxarılma prosesi zamanı cavabdeh Fəridə Həsənovanın qəfildən baş verən halının pisləşməsinə müdaxilə edən təcili tibbi yardım əməkdaşları Fəridənin səhhətində yaranmış problemi aradan qaldırdılar. Qeyd edək ki, Fəridə Həsənova ilə keçmiş həyat yoldaşı Anar Məmmədli və qayınlarının arasında evin boşaldılması ilə əlaqədar son məhkəmə instansiyası olan Ali Məhkəmənin də qərarında Fəridə Həsənovanın evi boşaldılması haqqında qərar qəbul etmişdi. Hazırda Fəridə Həsənovanın özünə qalmaq üçün yeni ev axtarıb tapması məqsədi ilə Abşeron İcra Şöbəsinin icraçıları tərəfindən cavabdehə evin boşaldılması üçün bir həftə vaxt verdilər. Amma cavabdeh evin tikintisi və təmirində həm maddi, həm mənəvi əziyyətinin və əməyinin olmasını israr edərək xərclərinin ödənilməsi qarşılığında evi tərk edəcəyini bildirdi.